Azərbaycan 6 ölkənin ordularını bir araya gətirən yeni çoxtərəfli təlim formatı yaratmağa hazırlaşır. Birliyin gücü 2026 birgə hərbi təliminin planlaşdırma konfransı Bakıda Azərbaycan, Türkiyə, İran, Qırğızstan, Özbəkistan və Pakistanın nümayəndə heyətlərinin iştirakı ilə keçirilib. Müdafiə Nazirliyinin məlumatına əsasən, həmin ölkələrin nümayəndələri təlimin ssenarisi, döyüş epizodları, qarşıda duran tapşırıqlar barədə məlumat alıb, təlim üçün nəzərdə tutulan əraziyə baxış keçirib və yekun protokol imzalayıblar. Rəsmi məqsəd, ordular arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsidir. Hələlik təlimin vaxtı, miqyası, cəlb olunacaq qüvvələr və konkret istiqamətləri açıqlanmayıb. Buna görə onun hansı ssenari üzrə keçiriləcəyini indidən söyləmək tezdir. Lakin, iştirakçıların tərkibi gələcək təlimin mümkün əhəmiyyəti barədə ilkin qənaət formalaşdırmağa imkan verir. Əziz tamaşaçılar, hərbi xronikaya baxırsınız. Sizinlə mən Fərdin İsazadə. Hər vaxtınız xeyir olsun. Qeyd edək ki, Azərbaycan bu ölkələrlə əvvəllər müxtəlif ikitərəfli və çoxtərəfli təlimlərdə iştirak edib. Türkiyə və Pakistanla xüsusi təyinatlı qüvvələr səviyyəsində birgə hazırlıq təcrübəsi mövcuddur. İranla quru və dəniz komponentləri üzrə təlimlər keçirilib. Qırğızstan və Özbəkistan hərbiçiləri ilə isə Mərkəzi Asiyada təşkil olunan çoxmillətli formatlarda qarşılıqlı fəaliyyət sınaqdan çıxarılıb. Bununla yanaşı, Azərbaycan ordusunun müxtəlif qoşun növlərinin hərbi qulluqçuları Türkiyə və Pakistanda hazırlıq kurslarında da iştirak ediblər. Deməli, birliyin gücü 2026 tamamilə yeni əlaqələr qurmaqdan daha çox, indiyədək ayrı-ayrı istiqamətlərdə toplanmış təcrübəni vahid hazırlıq çərçivəsində birləşdirə bilər. İştirakçı ölkələrin coğrafiyası da diqqət çəkir. Türkiyə, Qaradəniz, Aralıq dənizi və Yaxın Şərq məkanlarını, Azərbaycan, Cənubi Qafqaz və Xəzər hövzəsini, İran, Xəzər dənizi, Yaxın Şərq və Fars körfəzi istiqamətlərini, Qırğızstan və Özbəkistan Mərkəzi Asiyanı, Pakistan isə Cənubi Asiya və Ərəbistan dənizi xəttini təmsil edir. Beləliklə, Qaradənizdən Cənubi Asiyaya qədər uzanan geniş regional təhlükəsizlik qövsü formalaşır. Bu, iştirakçıların coğrafiyasından çıxarılan analitik nəticədir. Bu səbəbdən təlim regional təhlükəsizlik və mümkün təhdidlərə hazırlıq baxımından iştirakçı ölkələr üçün əhəmiyyətli ola bilər. Planlaşdırma prosesi həm də Yaxın Şərqdə hərbi gərginliyin kəskinləşdiyi, ABŞ və İran arasında qarşılıqlı zərbələrin yenidən intensivləşdiyi, Hörmüz boğazında gəmiçilik risklərinin artdığı dövrə təsadüf edir. Bu şəraitdə çevik idarə etmə və dayanıqlı məlumat mübadiləsi kəskin dəyişən vəziyyətə vaxtında reaksiya verilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Konfransda döyüş epizodlarının təqdim edilməsi və təlim üçün nəzərdə tutulan ərazinin yerində öyrənilməsi, birliyin gücü 2026-nın yalnız komanda qərargah fəaliyyəti ilə məhdudlaşmayacağını ehtimal etməyə əsas verir. Bu isə qərargah hazırlığı ilə sahədəki praktiki-taktiki mərhələni birləşdirən kombinə edilmiş format ehtimalını gücləndirir. Əvvəlki təcrübəni nəzərə alsaq, əsas rolun quru qoşunları, komando və xüsusi təyinatlı bölmələrə veriləcəyini, pilotsuz uçuş aparatlarının və aviasiya vasitələrinin isə dəstək məqsədi ilə cəlb olunacağını ehtimal etmək olar. Digər tərəfdən, 6 tərəfli formatın ilk dəfə sınaqdan keçirilməsi fonunda geniş miqyaslı manevrlərdən daha çox məhdud və ya orta həcmli kontingentlərin iştirakı daha real görünür. Praktiki mərhələyə gəldikdə isə tapşırıqların döyüş şəraitinə mümkün qədər yaxın mühitdə yerinə yetiriləcəyi istisna deyil. Bu, rəsmi məlumat və əvvəlki təlimlərin xüsusiyyətləri əsasında irəli sürülən ehtimaldır. Xülasə, Azərbaycan fərqli hərbi məktəblərə və təhlükəsizlik təcrübəsinə malik ölkələri vahid hazırlıq meydanında bir araya gətirməyə hazırlaşır. Təlimin bir dəfəlik tədbir olaraq qalacağı, yoxsa davamlı formata çevriləcəyi isə onun miqyası, iştirak səviyyəsi və praktiki nəticələri ortaya çıxdıqdan sonra aydınlaşacaq. Salamat qalın.